Növbəti məsələyə baxaq indi. Növbəti məsələmiz olacaq burada. Hansı ki, çalışma 2. Çalışma 2-də deyir ki, exolotdan göndərilən səs siqnalı, gəlin biz bunu çəkək yenə. Deməli, okean səthini çəkirəm və bir də okeanın dibini çəkirəm. Deyir, exolotdan göndərilən səs siqnalı 6 saniyə sonra geri qayıtıbdır. Baxın bu cür. Exolotdan göndərilən səs siqnalı okeanın dibinə qayıdıb, okeanın dibindən təkrarən exolotun özünə qayıdıbdır. Və bizə deyir ki, getməsinə, yəni okeanın dibinə gedib geri qayıtmasına cəmi 6 saniyə, yəni bax bu məsafəyə 6 saniyə məsafə qət edibdir. Yəni 6 saniyəyə gedib qayıdıbdır. İndi deyir ki, 6 saniyə gedib qayıdıbsa, o nə qədər məsafə qət edibdir? Bunu tapmaq üçün 1 saniyəmiz 1500-dürsə, 6 saniyəmiz nə qədər olacaq? X da bərabərdir 9000 metr. Deməli, bu 9000 metri gedibdir. Yəni, okeanın dibinə gedib, sonra da qayıdıb exolotun özünə. Cəmisinə 9000 metr məsafə sərf eləyibdir. Bəs yaxşı, okeanın dibinin dərinliyi nə qədərdir? Yəni, gördüyümüz, bax, bu dərinlik var ha. Bu dərinlik nə qədərdir? Bunu istəyir bizdən. Bu dərinlikdə tapmaq üçün ümumi sərf olunan o 9000 metri bölməliyim 2 hissəyə. 9000-i də 2000-i 2-yə böləndə düşəcək nə qədər? 4500 metr. Deməli, 4500 metr məsafə okeanın dibi olubdur. Dibinin dərinliyi olubdur. Sonra növbəti çalışma 3-ə baxaq. Çalışma 3-də isə deyir, hidronaft gəmidən göndərilən səs siqnalını, hidronaft yəni okean dərinliyini ölçən, belə deyək ki, mütəxəssis deyir. Deməli, hidronaft gəmidən göndərilən səs siqnalını 5 saniyə sonra qəbul etmişsə, o hansı dərinlikdədir? Yəni, hidronaft gəmidən göndərilən səs siqnalını 5 saniyə sonra qəbul elədi. O hansı dərinlikdədir? Bunu tapmaq üçün bilməliyik. Biz bilirik ki, 1 saniyə 1500-dür. 5 saniyə sonra da qəbul eləyibsə, 5-i 1500-ə vuranda eləyir 7500. Baxın bu şəkildə. 5 saniyəyə x, 1 saniyəyə 1500. Bunu da tətbiq eləyəndə eləyəcək 7500 metr. Bu da belə. Növbəti, çalışma 4. Deməli, çalışma 4-də duzluluq məsələsidir. Gələk bu duzluluğa. Biz bilirik ki, orta okean duzluluğu, ilk öncə bunu əzbər bilməliyik. Orta okean duzluluğu, bunu əzbər bilməliyik. 35 promildir. Orta okean duzluğu deyən kimi ağlınıza okean suyunun 1 litrində 35 qram duz var və ya 1 tonunda 35 kiloqram duz var. Bunu ağlınızda saxlayın. İndi bizə deyir ki, 25 litr sudan 800 qram duz alınıbdır. Suyun duzluğunu təyin edin. Suyun duzluğu, bayaq da dedim ki, suyun 1 litrində nə qədər duz var, onu müəyyən etmək deməkdir. Gəlin bunu eləyək, bu məsələni. Deməli, 25 litrimdə nə qədər duz var? 800 qram duz var. Yazıram bura 800 qram. Bəs yaxşı, duzluluğunu tap desə, suyun duzluluğunu tap, o dəqiqə 1 litrində nə qədər var, onu tapacaqsınız. Yəni, 800-ü bölün 25-ə, cavab nədirsə, onu da qeyd eləyirik. Bu belə. Növbəti çalışma 4-ə baxaq, çalışma 5-ə baxaq. Deyir ki, duzluğu 4 promil olan, yəni 1 litrimdə 4, daha doğrusu 1 tonumda, çünki burada ton deyir. 1 tonumda 4 kiloqram duz var. Bəs 4 tonumda nə qədər var? X də bərabərdir 16 kiloqram. Aydındır. Litrlə verəndə qram verəcək, tondan verəndə kiloqram verəcək. Sonra növbətiyə keçirik. Növbəti olacaq çalışma 6. Hansı ki, bu çalışma 6-da da deyir ki,
Duzluluğu 20 promil olan 1 litr suyun 50%-ni buxarlandırsaq, duzluq nə qədər olar? Gəlin 1 litr suyun 50%-ni tapaq. 1 litr suyun 50%-i nə qədər edir uşaqlar? 0,5 litr. Düzdür? Baxın, 1 litr suyun var idi. Su vardı. Bunun 50%-i buxarlandı. Yadınızda qalsın, buxarlanan həmişə şirin su olur. Duz qalır suyun dibində. Nə qədər duz olur olsun, nə qədər su buxarlansın, duz qalacaq yerində. Yəni 1 litr suyu buxarlanır, 1 litr suyun 50%-i buxarlanıb gedibsə, yerdə qalıb onun 0,5 litri. 0,5 litrin içində yenə də 20 qram duz var. Çünki duz dəyişmir. Duz olduğu kimi qalır. Yəni mən təsəvvür edin ki, 1 litr sudur. 1 litr suyun içinə belə deyək ki, 20 qram duz töymüşəm. Tutaq ki, bir xörək qaşığı duz töymüşəm. Bu suyu qarışdırıram, su həll olur. Daha doğrusu duz suyun içində həll olur. Bax, o suya verilən dad var, duzluluq dadı. O suyun duzluluğudur. Bir də var ki, suyun içindəki duz. Yəni mən onun içində nə qədər duz tökdüm? Bir xörək qaşığı duz tökdüm də. O onun miqdarını bildirir. Bu su qaynadıqca, təsəvvür edin ki, 1 litr su var. Bu suyu qoyuram qazın üstünə qaynamağa. Bu su qaynadıqca şirin su olan o su buxarlanıb gedəcək. Onun dadı, duzluluğunun dadı şirin su azaldıqca daha da duzlanacaq. Necə ki, mamalarınız yemək pişirəndə o yeməyin suyu quruduqca o duzlu olur. Bax, eyni bir prosesdir. Amma onun içərisində tökdüyü o duz ki var, duzun miqdarı ki var, o dəyişilməz qalır. Yəni 1 litr suyun yarısı buxarlanıb gedibsə, tökdüyün bir xörək qaşığı o qalan suyun içində olduğu kimi qalır. Mənim də əlimdə 0,5 litr su qalıbdırsa, o 0,5 litrin içərisində qalan duz 20 qramdır. İndi deyir ki, əgər 0,5 litr su qalıbsa, bəs onda duzluq necə dəyişir? O zaman deyirəm, 1 litrimdə x olacaq. X də bərabərdir. 20-ni bölürəm 5-ə. Cavab nə düşürsə, onu da götürürəm. Bu belə. Sonra növbəti. Qoy növbətində izah edeyim, buna da baxa. Deyir ki, duzluluğu 45 promil olan, yəni mənim 1 litr suyum var. Düzdür? Və onun da tərkibində 45 qram duz var. 1 litr suyun üzərinə 1 litr də şirin su tökdüm. Şirin su. Yanınıza qalsın ki, duzlu suyun üzərinə gətirib şirin su tökəndə su qarışır bir-birinə və olur 2 litr su. Əgər mən bir şeyin üzərinə gətirib şirin su tökürəmsə, onun duzluluğu azalacaq. Və bunu bu cür eləyirik. Bir də ki, şirin suyun duzluluğu olmur. 0 promil olur. 1 litrin üzərinə 1 litr su tökdüm, elədi 2 litr su. Bu 2 litr suyun içərisində 1 litr suda olan 45 qram duz var idi. O duz qalır. Yəni onun 2 litrində artıq 45 qram duz var. İndi məndən soruşur ki, mən bu 1 litr suyun üzərinə gətirib 1 litrdə şirin su tökdüm. Bəs yaxşı, bu sular qarışandan sonra bunun duzluğu necə oldu? Əlbəttə ki, azalacaq. Gəlir onun o 1 litrində qarışandan sonra 1 litrində nə qədər duz var, onu tapmağa. 45-i də bölürəm 2-yə. Cavab nə düşürsə, o mənim olur orta duzluluğum. Aydın oldu. Bu belə.